Ata 3 aya qədər körpə ilə nə etməlidir? 3 aya qədər olan uşaq adətən hələ tam oyanmamış bir insan kimi görünür. Hər bir valideynin vəzifəsi uşağı oyatmaq, onu bu dünyaya dəvət etməkdir. Bunu isə qayğı göstərməklə etmək olar. Hazırda sənin övladın üçün ən vacib şey səninlə ünsiyyətdir. Bu həm toxunuş, həm səs, həm istilik, həm də qoxudur. Uşağınla indidən nə qədər çox vaxt keçirsən, gələcəkdə sizin üçün bir o qədər asan olacaq. Körpə daha cəsarətli və sosiallaşmış olacaq. Bəs körpə ilə vaxtı necə keçirmək olar? Sadəcə onun qucağında saxla. Hələ uşaq çox yatır və yuxuda belə sənin qoxunu hiss edəndə ata ona daha yaxın və tanış olur. Çoxlu oyuncaq alma. Hələ onu helikopterlərə öyrətmək tezdir. Onun üçün ən cəlbedici şey tək rəngli çıngırdaqdır, parlaq, amma tünd rənglərsiz. Onunla danış. Ninmilər oxuyun. Ümumiyyətlə, nə barədə danışdığın və ya oxumağı bacarıb-bacarmadığın vacib deyil. Ən vacibi uşağın ata səsini və onun hisslərini eşitməsidir. Bu, sənin körpən üçün inkişaf etdirici mühitdir. Toxunmaq da ünsiyyətin başqa bir yoludur. Qucaqlamaq, yüngül masajlar, bunlar indi uşaq üçün ən vacib şeylərdir. Heç bir çətin şey uydurmağa ehtiyac yoxdur. Necə bacarırsansa, necə hiss edirsənsə elə də et. Uşaq üçün bu, yeni hərəkətlərin, hisslərin kəşfidir. Əgər sən videoya baxıb hansısa masajı öyrənsən, bu onun sağlamlığı üçün də faydalı olacaq. Uşağınla doğulduğu andan bəri bir yerdə olmaq böyük bir dəyərdir. Biz elə yaradılmışıq ki, əziyyət çəkdiyimiz, vaxt ayırdığımız şeyləri daha çox qiymətləndiririk və sən görəcəksən ki, hər gün keçdikcə övladını daha da çox sevirsən.